Zaten xəstə içəri girəndən onun habitusunda gəlib girib əyləşənə qədər biz artıq təxminən belə deyək 80, %70 nə ola biləcəyini təxmin edirik. Yəni növbəti etapda pasiyent danışdıqca ailənin harda oturması, kimlə hətta gəlməsi, söhbətin necə başlaması belə artıq həmin kriterlərimizi qoymağa və beynimizdə onları bir check-up etməyə kömək olur. Bəli, elədir. Və digər tərəfdən də bu fikirlərə qapıldıqdan sonra da bu fikirlərimizi biz dəqiqləşdirmək üçün həqiqətən budurmu, bu simptom dəqiqdirmi, bu simptomu dəqiqləşdirmək üçün xəstəni sorğuluyuruq. Əlavə sual. Yəni o suallar sağdan olur, soldan olur, xəstəni yoxlama sualları olur. Yəni ki, bu bilirsiniz diaqnoza getmək yolunda bəzən məsəl üçün xəstələr imitasiya da eləyə bilirlər. Müəyyən simptomları şişirtmək eləyə bilirlər. Bəzən xəstələr yaxınlarının diqqətini görmək üçün özəlliklə qadınlarda daha çox olur. Diqqət görmədikləri, incidikləri yerlərdə o diqqəti məsəl üçün deyək ki, bir isterik bir hal keçirdiklərində daha çox diqqət gördüklərinin fərqinə varırlar və yaxud da həkimə gəlib getmək yoldaşının onunla daha çox maraqlanmasına səbəb olduğunu gördüyü üçün bu simptoma yapışır, simptomu buraxmaq istəmir. Yəni belə hallarla da çox qarşılaşırıq.